Verilişin sponsorları Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu nəzdində IVF mərkəzi və Mediclub Tibb Mərkəzinin pediatri klinikasıdır. Salam əziz və hörmətli televiziya tamaşaçıları. Sağlam ol proqramının bugünkü verilişi səhiyyədə gedən islahatlara həsr olunacaq. Və söhbətimiz tək islahatlardan yox, gedən islahatların digər ölkələrdə baş vermiş islahatlarla müqayisəsi və qarşılaşdırılması olacaq. Və bugün verilişimizin hörmətli qonağını sizə təqdim eləmək istəyirəm. Səhiyyə Nazirinin müavini Elsəvər Ağayevdir. Elsəvər müəllim, xoş gəlmişsiniz studiyaya. Sizi görməyimizə biz çox şadıq. Axşamınız xeyir olsun. İslahatlar hansı istiqamətlərdə gedəcək? Bu il 2008-ci ildə bizim gözlədiyimiz ən böyük islahat səhiyyənin maliyyələşdirilməsinin islahatıdır ki, bilirsiniz, yaxın günlərdə Cənab Prezident tərəfindən səhiyyənin maliyyələşdirilməsi və icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar konsepsiya təsdiq olunubdur. Bu, düşünürəm ki, 2008-ci ilin ən vacib islahatlarından olacaqdır. Eyni zamanda bilirsiniz, Səhiyyə Nazirimizin müvafiq əmri ilə fevral ayının 1-dən dövlət səhiyyəsində pullu tibbi xidmət tamamilə yığışdırılacaqdır ki, bu da insanlara göstərilən tibbi xidmətin dövlət səviyyəsində ayrılan maliyyə vəsait çərçivəsində həyata keçirilməsi imkan verdiyinə görə bu addım atılıbdır. Bu yaxınlarda bizim proqramımızda eksklüziv Türkiyə Səhiyyə Naziri Profesor Rəcəb Ağdağın müsahibəsi olmuşdu və orada Türkiyə dövlətində səhiyyə sektorunda son illər gedən sağlıqda dönüşüm proqramının əsas məqamları səsləndirilmişdi. Və bugünkü görüşdə həmin məqamların bizim tamaşaçılar üçün, bizim əhalimiz üçün, səhiyyə işçiləri üçün nə qədər maraqlı olub, nə qədər onun burada ölkəmizdə potensialı olub-olmamasını sizinlə bugün dəyərləndirmək istəyərdik. İndi isə gəlin Türkiyə Səhiyyə Nazirinin dediyi bəzi məqamlara birlikdə baxaq. Sizin verilişinizə baxmışam, doğrudan da çox gözəl hazırlanmış bir veriliş idi. Türkiyənin Səhiyyə Nazirliyinin ictimai televiziya çağırışına belə cavab verməsi, Türkiyənin islahatlarını ictimai televiziya vasitəsilə Azərbaycan tamaşaçıları üçün işıqlandırması bizim səhiyyə ictimaiyyətində çox sevindirdi və eyni zamanda bizim Səhiyyə Nazirimiz tərəfindən beləsiniz Türkiyənin Səhiyyə Nazirinə bununla əlaqədar təşəkkür məktubu da ünvanlandı. Buyurun. 5 ildir ki, Türkiyə dövlətinin Sağlıq Bakanısınız və siz işə başladıqda Sağlıqda Dönüşüm proqramı fəaliyyətə başladı. Bu proqramın əsas istiqamətləri haqqında bizimlə bölüşmənizi xahiş eləmək istəyirdim. Biz önce bir program geliştirdik söylediğiniz gibi. Buna da Sağlıkta Dönüşüm programı dedik. Reform kelimesi yerine dönüşüm kelimesini kullandık. İngilizcesi transformasyon anlamında yani. Evet. Çünkü bizden önce yapılmış olan çalışmaları da dikkate alarak onların temelinde bir program geliştirmek icap ediyordu. Biz de bunu yaptık. Birçok Avrupa ülkesini inceledik. Başka ülkelere gittik. Bir çerçeve çizdik. Bir omurga yaptık. Ve bunun üzerinde de detayları çalışmaya başladık ama yüzlerce saat çalıştık. Yani benimle beraber bir A takımı, bir grup arkadaşımız yüzlerce, binlerce saat sabahlara kadar çalışa bunu geliştirdik. Çünkü hiçbir ülkenin bir başka ülkenin modelini alarak kendi sağlık sistemini geliştirmesi mümkün değil. Her memleketin kendine mahsus hususiyetleri var. Bu hususiyetler çerçevesinde bir program geliştirmek lazım. Ama tabii ki başka memleketlerin tecrübelerinden de istifade etmek lazım. Biz bunu yaptık. Bir de kararlı ve cesur olmak icap ediyordu. Hükümet olarak da kuvvetli olmak lazımdı. Bunlar da mevcuttu. Ayrıca Sağlık Bakanı olarak, Sıhhat Nazırı olarak böyle bir işi yapacaksanız mutlaka arkanızda Başbakanın ve kabinenin güçlü biçimde durması lazım. Bunların hepsi Türkiye'de mevcuttu. Biz de söylediğim gibi çok kararlı davrandık ve bu programın temelini şöyle oluşturduk. İnsanı yaşat ki devlet yaşasın. İnsanı yücelt ki devlet yücelsin. Bu bizim atalarımızdan bize miras kalmış bir çok güzel bir kavram, mefhum.
Beləliklə, Türkiyədə gedən islahatları islahat yox, transformasyon adlandırmışlar. Bu da onu göstərir ki, keçmişdə olan sistemi nəzərə alaraq, oradan faydalı momentləri nəzərə alaraq onun üstündə nəsə qurmaq istəyiblər. Bizim islahatlar necə? Bu islahat dedikdə iki istiqamətdə ola bilər. Ola bilsin ki, keçmişi iptal edib yeni bir sistem təklif olunur, ya da ki, keçmişin nəyinsə dəyişdirib köklü sürətdə sıfırdan qurmaq, bu bilirsiniz ki, olduqca çətindir və mümkün deyil. Çünki bizim bir keçmişdən qalmaq bir mirasımız olub. Sovet dönəmindən qalan bir mirasımız olubdur və o sistemdən birdən-birə uzaqlaşmaq həm doğru deyil, həm də tam onu yeni bir Türk qardaşlarımızın dediyi kimi transformasiya edib başqa bir qurumun, başqa bir ölkənin nümunəsini götürmək yəqin ki, bu əmələ gəlməz. Bizim çox ciddi bir boşluğumuz bugünə kimi ölkədə tibbi sığortanın hələ fəaliyyət göstərə bilməməsi, bu bir sıra amillərdən asılıdır. Bu təkcə, belə deyək, maliyyənin, səhiyyənin və yaxud hansı qurumun problemi deyil. Ölkə bugün artıq tibbi sığortanın həyata keçməsinə hazırdır. Ölkənin iqtisadi imkanları buna imkan verir. Ölkə əhalisinin aldığı əmək haqqıları buna imkan verir. Tibbi sığorta fəaliyyət göstərmədən səhiyyənin problemlərinin həll olunması, belə deyək, insanların tam razı salınması çox çətin məsələdir, bilirsiniz. Yəni, bugün mövcud olan, səhiyyədə olan problemlər yalnız tibbi sığorta ilə mi bağlıdır? Düşünmürəm. Vurğuladığım kimi, əvvəllər maddi texniki bazalarda lazım olan səviyyədə deyildi. Artıq son illərdə səhiyyə ölkənin kapital qoluşu çərçivəsində investisiya proqramı ilə olduqca böyük vəsaitlər xərclənir. 2008-ci ildə yalnız investisiya xərclərində səhiyyənin payı 92 milyon manat təşkil edəcək. Bu, bir neçə il əvvəl səhiyyənin ümumi büdcəsindən də artıq bir rəqəmdir. 2007-ci ildə investisiya xərcləri əgər 47 üzr istəyirəm, milyon manat idisə, yalnız bir investisiya xərclərində görürsünüz ki, 2 dəfə 2008-ci ildə artım var. Yəni, maddi texniki baza düzəlməlidir, tibb müəssisələrinin təchizatı yaxşılaşmalıdır. Təkcə şəhərdə deyil, regionlarda da maddi texniki baza yaxşılaşmalıdır ki, insanlara göstərilən xidmət hər yerdə, ölkənin hər yerində yaxşılaşsın. Türkiyədə sağlıqda dönüşüm proqramı 5 illik bir proqram nəzərdə tutulmuşdu. 2002-ci ildə o proqram həyata başladı, icrası və 2007-yə qədər Türkiyə misalında proqramın adı mövcud. Sağlıqda dönüşüm proqramı və müddəti də 2002-2007 göstərilməklə bəlkə bu onu göstərir ki, bu islahatların hansısa bir planlı şəkildə, hansısa bir hədəflər qoyaraq, o hədəflərə çatdırılaraq, hansısa devizlər və loqolar altında nazirin dediyi insanı yaşat ki, dövlət yaşasın, insanı yücəlt ki, dövlət yücəlsin. Yəni, bax, bizdə gedən islahatların adı, devizi, lozunqları. Onda biz belə eləyək, biz sözün əvvəlində, yəni səhiyyədə aparılan islahatları bir cümlə ilə, iki cümlə ilə vurğulamaq mümkün deyildi. İndi yeri gəlmişkən görülən işləri bir qədər xırdalayaq, bir qədər açıqlayaq. Mən dövlət proqramları vurğuladım. Əvvəllər heç zaman heç bir dövlət proqramının maliyyələşməsi həyata keçirilməyibdir. Qanun qəbul olunurdu, orada proqramın qəbulu barədə yazılırdı, proqram hazırlayırdı, ancaq onun arxasında maliyyə vəsaiti yox idi. İndi dövlət proqramlarına 2007-ci ildə olan 9 proqrama 40 milyon manat vəsait nəzərdə tutulmuşdu. Söz yox ki, 2008-ci ildə bu vəsait bir qədər də artırılıbdır. Demək, proqramların maliyyələşməsi həyata keçirilir. Xəstəxanaların dərmanla təminatı yaxşılaşıb. Çox bizi narahat eləyirdi. Hemofiliyalı, talassemiyalı uşaqların, irsi qan xəstəliyindən əziyyət çəkən uşaqların problemi. Mən burada xüsusən Heydər Əliyev fondunu, onun prezidenti Mehriban xanımın zəhmətini vurğulamaq istəyirəm ki, məhz onun sayəsində bu sahədə aparıcı insanlar toplaşdı. Amerikadan mütəxəssis dəvət olundu və müvafiq proqram hazırlandı. Əvvəllər il ərzində bu problem üçün 30 min bugünkü manatın ekvivalentində vəsait sərf olunurdusa, bugün artıq bu problemə 9 milyon Azərbaycan manatı sərf olunur. 1200 talassemiyalı, 1200 hemofiliyalı xəstə uşaqlar üçün. Hər bir proqram üzrə, hər bir xəstəlik üzrə belə geniş-geniş danışa bilərik. Xəstəxanalarda indi artıq ərzaq təminatı həyata keçirilir, yəni yemək təminatı həyata keçirilir. Bilirsiniz, əvvəllər xəstəxanada yeməyin adı var idi, özü yox idi. Ancaq indi efir vasitəsilə də görürük ki, insanlar, xəstələr verilən ərzağın
məhsulların, qidanın, yeməyin keyfiyyətindən də razılıq edirlər və vurğulayırlar ki, gündə artıq 3 dəfə yemək verilir. Dərman preparatları ilə təchizata gəldikdə, Səhiyyə Nazirliyinin imkanlarına görə, büdcəsinə görə və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə hazırladığı bir siyasi var. 61 adda dərman preparatı və eyni zamanda köməkçi materiallar, xəstələrə qulluq əşyaları. 23 adda da bunların siyasıdır. Xəstəxanalarda bunlar bütün xəstəxanalarımızda artıq vardır. Yalnız 2007-ci ildə xəstəxanalara müraciət edən xəstələrin sayı 27 min nəfər artıb. Təcili tibbi yardım üçün müraciət edənlərin sayı 234 min nəfər artıb bir ildə. Yəni, bunların hamısı imkan verir. Deyək ki, səhiyyədə aparılan islahatlar insanların sağlamlığının qorunması istiqamətində apardığı islahatlar öz bəhrəsini verir. Və bu islahatlar hər hansı bir sənəddə öz əksini tapıbmı? Yəni, bu proqramla bu gün tanış olmaq mümkündürmü ki, məsələn, qarşıda duran hansı islahatlar bizi daha gözləyir? Səhiyyə Nazirliyinin bir saytı var. Bu saytda da bu görülən işlər əks etdirilir. Səhiyyə Nazirliyinin mətbu orqanı var. Bilirsiniz, Tibb qəzetimiz var. Orada da görülən işlər görsənir. Bu proqramın hazırlanmasında, icra olunmasında bugün aparıcı qüvvə kimi görürsünüz siz, Elsəvər müəllim? Nazirlik çərçivəsində soruşursunuz yəqin. Yəni, Səhiyyə Nazirliyinin kollektivi, bütün əməkdaşları, bu sahədə mütəxəssislər, birinci bizim istiqamətimizi verən dövlətimizin rəhbəri, onun tapşırığı ilə problemləri həyata keçirən Nazirlər Kabineti, ümumiyyətlə səhiyyənin çağırışlarına istənilən qurum bugün müsbət yanaşır. Profesor Aqdaq da onu deyir ki, mənimlə birlikdə bir at akımı var idi ki, gecə-gündüz yüzlərlə, minlərlə saat çalışdıq və ortaya bir proqram qoyduq. Və o proqramda da sonra göstərilən şeylər bir-bir, mərhələ-mərhələ icra eləməyə başladıq. Bu islahatlara səhiyyə təşkilatçılarının, səhiyyəni yaxşı bilən adamların nə qədər geniş cəlb olunması? Səhiyyədə bugünkü işlər mütəxəssislərin köməyi olmadan həyata keçirilə bilməz. İstər proqramların qəbulunda Respublikamızın aparıcı mütəxəssisləri daim iştirak ediblər. İstərsə də dərman siyahılarının hazırlanmasında, digər səhiyyənin ortaya çıxan problemlərin həll olununda söz yox ki, səhiyyənin bir nömrəli üst tutduğu beynəlxalq təcrübə, savadlı kadrlar və bu cür işlər həyata keçirir. Bu beynəlxalq təcrübə deyəndə hansı ölkələrin təcrübəsi ilk növbədə öyrənilir? Bugün o müzakirə elədiyimiz söz yox ki, biz Türkiyənin təcrübəsindən də çox sıx istifadə edirik. Rusiyanın təcrübəsindən istifadə olunur. Avropa ölkələrinin təcrübəsindən istifadə olunur. Bilirsiniz ki, bugün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə çox sıx əlaqələri var. Bakı sakinlərinin səhiyyə sistemində olan dəyişikliklər və vəziyyətlə bağlı bir neçə sual verib, mən təklif eləyərdim həmən o sorğunun nəticələrini. Mən əminəm ki, bu sualların içərisində söz yox, problemli məqamlar da olacaqdır. İnsanlar dediyim kimi səhiyyədən tam razı ola bilməzlər. Dünyanın heç bir yerində razı olmurlar. Ancaq dediyim kimi müsbət addımlar atılmaqdadır. Problemləri qarşılamaq üçün müsbət addımlar anbana atılmaqdadır və verilən qərarlar söz yox ki, hərdən bir müddət istəyir həyata keçməsi üçün. Azərbaycanda səhiyyədəki vəziyyət sizi qane edirmi? Yox, etmir. Xeyr. Edir. Qane edir. Əlbəttə yox. Tam yox. Çünki əsasən indi dövlət müəssisələrində, misal üçün balnitsalarda köhnə avadanlıqlar çoxluq təşkil eləyir. Pis deyil yəqin ki. Mən narazı deyiləm. Əslində bu konuda eləyir. Səhiyyədəki vəziyyət problemlər var sözsüz. Amma ki, yavaş-yavaş düzələr yəqin. Bəs sizcə səhiyyədə islahatlar aparmaq lazımdırmı? Mütləq lazımdır. Mütləq. İslahatlar bütün cəmiyyətdə aparılmalıdır ilk öncə. Ayrı-ayrı sahələrdə islahat aparmağın xeyri yoxdur. Cəmiyyət dəyişilməlidir. Mütləq lazımdır. İslahat hər yerdə lazımdır, təhsil səhiyyədə yox. Hansı islahatlar məsəl? Biraz ucuz olsa yaxşıdır hər şey yəqin ki də. Qiymətlər barəsində, ümumiyyətlə. Bəli, mütləq şəkildə aparılmalıdır. Müasir aparatlarla müayinələr olmalıdır, baxımlar olmalıdır. Yəni belə şeylər mütləq olmalıdır ölkədə. Mütləq. Özüm mən bu günlərdə eşitmişəm ki, orada pulsuz olacaq. Sizcə hansı islahatlar aparmaq lazımdır? O lazımdır ki, xəstə tez gələn kimi tez müayinə eləsinlər, gözlətdirməsinlər, nəsə bir şey eləməsinlər bu cəhətdə.
Elsəvər müəllim, bu sorğu bu günlərdə Bakı şəhərində keçirilmişdi və əməkdaşlarımız burada efirə hələ bəzi cavabları verməmişdi. Çünki cavablar arasında sakinlərimiz bəzən rüşvətxorluq, həkimlərin savadsızlığı, kobud səhvləri, kobud davranışı haqqında da fikirlərini bildirmişdilər. Və əslində Sağlam Ol proqramının redaksiyasına da bugün gələn zəngçilərin arasında bəlkə də yarısına qədər zəngçilərin tibbi xidmətin göstərilməsindən narazılıq bildirilir bizim redaksiyamıza. Bu problemləri görürük, bilirik. 8 milyon 600 min ölkə əhalisinin əksər hissəsi razı olanda razılıqlarını zəng eləyib bildirmirlər. Söz yox ki, efirə müraciət edən və yaxud da kütləvi informasiya vasitələrinə narazı insanlar müraciət eləyirlər. Biz bunu təbii qarşılayırıq, doğrudan da problemlər var. Biz hər zaman etiraf edirik ki, və sözümün əvvəlində də vurğuladım, səhiyyənin problemlərini qısa müddətdə həll etmək olmaz. Bax, bu sorğunun nəticələri, əgər bu sorğu rayonlarda keçirilsəydi, sizin fikrinizcə o nəticələr buradan daha müsbət olacaqdı, yoxsa? Daha mənfi olacaqdı. Çox sağ olun, Elsəvər müəllim, səmimi cavabınıza görə. Cihazların hepsini satın almadık. Bu cihazları temin edebilecek şirketlerden hizmet alımları yaptık. Yani şöyle ettik. Mesela dedik ki bir tomografi cihazını, MR cihazını getir hastaneye kur. Biz yaptığın her çekim için sana bir ücret vereceğiz. Rekabet içerisinde firmalar geldi, ihalelere girdiler ve hastanelerimizde bu cihazların sayısı çok arttı. Mesela biz geldiğimizde devletin hastanelerinde bu MR denen, manyetik rezonans denen bir çekim var. Diagnostik usul. Evet. Bunun sayısı 18 taneydi bütün Türkiye satında. Devlet hastaneleri. Bu 2002 yılda. 2002 yılında. Şimdi 80'in üstüne çıktı. Gelecek sene itibariyle de 110'ların üstüne çıkaracağız. Birçok cihaz da bu şekilde oldu. Yani artık devlet hastaneleri Türkiye'de cihaz almırlar. Mümkün mertebe hizmet alımıyla yaparak böyle hızla zenginleştirdik bu işi. Bir de biz çalışanlarımıza onların performanslarına uygun, yaptıkları işe uygun paralar ödemeye başladık. Şimdi Türkiye'de, Azerbaycan'da nicedir tam bilmem ama yani maaşı var. Şöyledir bizde. Bir devlette çalışanın maaşı vardır. Doktoru özellikle konuşmak icap ederse. Maaşı vardır ama dışarıda muayenehane de açabilir. Yani biz geldiğimiz zaman $1000 civarında bir maaş verilirdi bir doktora. Dışarıda muayene açacak, orada özelde kazanacak. Ve uzman doktorların sadece %10'unun, 11'inin muayenehanesi yoktu. Öyle bir sistem getirdik ki kendi kendini besleyen, kendi içinden kendi finansını da sağlayan. Şimdi doktorlarımızın devlet hastanelerinde %64'ünün muayenehanesi yok. Kapattılar. Gönüllü olarak kapattılar. Ve ortalama olarak da bu muayenehanesini kapatan bir doktor şu anda 3-4 bin lirada şey alıyor. Ek ödeme alıyor. Ama ne suretle bu ilaveyi alıyor? Ne kadar hasta muayene etmişsin, ne kadar hastaya müdahalede bulunmuşsun, ne kadar operasyon yapmışsın, ameliyat yapmışsın. Niyə görə qadınlar barxıtlı ruçki kremlərini seçirlər? Barxıtlı ruçki kremləri dəriyə daha tez hopur, onu effektiv nəmləndirir, intensiv qidalandırırlar. Hətta ən cüt dəri belə bir həftədən sonra daha hamar olur. Barxıtlı ruçki əllərinizin gözəlliyi üçün peşəkar qayğı. Texnologiyanın ən son nailiyyətləri ilə işləyən, öz işinin ustası olan, xəyalları gerçəkləşdirən həkimlər minlərlə ailəyə övlad, nəvə sevinci bəxş edir. Sonsuzluğa son, budur onların prinsipi. Onları tanıyın, onlara inanın. IVF, sonsuzluğa son. Firudin Ağayev küçəsi 118, IVF mərkəzi. Telefonlar 418 28 27, e-mail ivf@azdata.net. Ən mükəmməl İngilis və İtalyan parçaları. Daimi yenilənən kolleksiya. İş həyatı və gündəlik həyat üçün. Hər detala həssaslıq. Və ilk dəfə 24 ayədək ödəmək imkanları.
Intermod, seçkin zövqlər üçün. Elsəvər müəllim, bu süjetdən göründüyü kimi xəstəxanaların zənginləşdirilməsi cihazlarla həm onları satın almaqla, həm də ki, xidmətlərini satın almaqla mümkündür. Hər iki yolun müqayisəsini sizdən eşitmək istəyərdim. Mən sözümün əvvəlində də vurğuladım ki, səhiyyənin maliyyələşməsinin islahatları bizim bir nömrəli məsələmizdir və bu istiqamətdə çox mühüm addımlar atılıb. Səhiyyənin köhnə metodla maliyyələşmə mexanizmləri bizdə bu cür xidmətlərin satın alınmasına imkan vermir. Biz Türkiyənin təcrübəsini bu işləri görəndə, Türkiyədə olan zamanda doğrudan da xəstəxanaların bir çoxunda laboratoriyalar özəl şəxslər tərəfindən qurulub və onlara xidmət haqqı ödənilir. Ümumiyyətlə, səhiyyə elə bir sahədir ki, səhiyyənin hardansa pul ödənilməlidir. Ya dövlət büdcəsindən, ya sığortadan, ya insanların cibindən hardansa bu ödənilməlidir. Türkiyədə bilirsiniz ki, bu mexanizmlər artıq işə düşübdür. Yalnız dərmanlar alınan zaman bunun 80%-ni sığorta təşkilatları tərəfindən qarşılanır, 20%-i insanlar tərəfindən. İnsanlar cibindən ödəyirlər. Vurğuladığım kimi bugün bizdə bugün o xəstəxanalar, hətta təzə tikilən xəstəxanalarda avadanlıqlar dövlət tərəfindən alınıb qoyulur, yoxsa onlar şirkətlər tərəfindən gətirib quraşdırılacaq və xidmətlər... Yox, bizdə hər mexanizm yoxdur. Dediyim kimi, biz bu Türkiyənin nümunəsini sözü yox ki, gələcəkdə Azərbaycanda maliyyə mexanizmlərimiz imkan verəndə yəqin ki, tətbiq eləmək istəyərik. Ancaq bugünkü mexanizmlər imkan vermir ki, özəl qurumlar xidmət göstərsin, onun vəsaiti dövlət tərəfindən ödənilsin. Həkimlərin əmək haqqısı məsələsi də çox vacib bir məsələdir. Ola bilsin ki, hətta səhiyyədə mövcud olan problemlərin hardasa bir mənbələri də bununla bağlı olan bir məsələdir. Ona görə ki, həkimlər də ailə başçısı da ailəsini saxlayırlar. Onlar da nətər deyərlər, əmək haqqısından razı qalmalıdırlar. Və Türkiyədə bugün sistem imkan verir ki, hərə öz gördüyü işə görə maaş alsın. Bizim əmək haqqı sistemimiz hələ Sovetdən qalan sistemdir. Yəni standartize olunmuş bir sistem. Bu istiqamətdə hər hansı bir dəyişikliklər etmək mümkün olacaq. Doğrudan da bu bizim biraz ağırlı yerimizdir. Ancaq biz buna optimist yanaşırıq. Çünki son illərdə görürsünüz, tibb işçilərinin əmək haqqısı elə bir il yoxdur ki, artırılmasın. Müəyyən bir çərçivədə artırılır. Bu yaxınlarda bilirsiniz, təcili tibbi yardımda çalışan, təcili yardım stansiyalarında çalışan işçilərin əmək haqqıları birdən-birə 2 dəfə artırıldı. Cənab Prezidentin tapşırığı ilə hazırlandı və qısa müddətdə həyata keçirildi. Artıq təcili yardımda sürücülər 300-400 manat, həkimlər 500 manat, baş həkim 700 manatdan artıq vəsait ala biləcəklər. Yəni artıq yanvar ayından yeni tarifikasiyaya görə bu cür əmək haqqı alırlar. İl ildən dediyim kimi əmək haqqıları artırılır və bu gələcəkdə də yəqin ki, səhiyyənin əmək haqqısı dövlətimiz tərəfindən hökmən artırılacaqdır. Dönüşüm proqramı başladıqda həkimlərin, dövlət xəstəxanalarda işləyən həkimlərin 90% özəl klinikalarda çalışıb pul qazanırdılar. Lakin elə bir sistem quruldu ki, artıq 5 ildən sonra 64% həmin həkimlər özəl klinikalarını bağlatdılar, yalnız dövlət sistemində çalışaraq. Ona görə ki, imkan yarandı ki, dövlət sistemində çalışaraq verimliliyi artırmaqla onların maaşı digər həkimlərin maaşından daha yüksək oldu. Bu da son nəticədə həm dövlətə, həm xəstəyə, həm də həkimin özünə çox faydalı bir sistemdir. Bax, belə bu sistemin perspektivini Azərbaycanda görürsünüzmü siz? Biz yəni dövlət müəssisələrində bilirsiniz ki, bu dönər sərmayə dediyimiz büdcədən kənar pulluq xidmətdir. Biz onu ləğv elədik. Haqlı olaraq ləğv elədik. Nəyə görə ləğv olundu? Əgər bu büdcədən kənar vəsaitlər düzgün yığılsaydı, düzgün xərclənsəydi, yəqin ki, bir müddətdə saxlanmaq olardı. Bilirsiniz, dövlət səhiyyəsində pulluq xidmət müvəqqəti addım kimi vaxtında da qəbul olunmuşdu. Artıq bugün ayrılan büdcə vəsaitləri və büdcədən kənar yığılan vəsaitlərin büdcə vəsaitinə görə bir kiçik rəqəm təşkil etməsi imkan verdi ki, bugün pulluq xidmət dövlət müəssisələrində yığılır. Rəqəmlə danışaq, 2008-ci ildə dövlət büdcəsində səhiyyənin payı 330 milyon manatla əhatə olunubdur. 2007-ci ildə Səhiyyə Nazirliyinin mərkəzləşmiş
mərkəzindən maliyyələşən tibb müəssisələrinin yığdığı, belə deyək, büdcədən kənar vəsait cəmsi 5 milyon manat təşkil edirdi. Rayonlarda yığılan 1 milyon manata da çatmırdı. Yəni 5 milyon manat vəsaitə görə bu pullu xidmətin saxlanılması nə dərəcədə effektlidir? Yəni insanlar bu kiçik rəqəmlərə görə ciblərindən vəsait ödəməsinlər və bir də bu büdcədən kənar bu vəsaitlərin qalması bəzi korrupsiya hallarının, əlavə vəsaitlərin insanlardan alınmasına şərait yaradırdı. Artıq belə deyək, bu şirma ortadan götürülübdür. İnsanların bugün pulsuz xidməti pulsuz tələb etmək haqqı vardır tibb müəssisələrində və mən üzümü tutub ictimaiyyətə, cəmiyyətə, insanlara xahiş edirəm ki, bu işdə səhiyyəmizə kömək eləsinlər, Səhiyyə Nazirliyinə kömək etsinlər. Yəni, Respublikamızda 34 min həkim var, ondan 2 dəfə artıq tibb bacısı var. Bunların hər birinin üzərində Səhiyyə Nazirliyinin bir nəzarət qoymaq nə mexanizmi var, nə də imkanı var. Ona görə insanlar bu işdə kömək olmalıdır. Və bu söhbətimizin bu yerində bizim növbəti süjetimiz laf yerində düşəcək. Vatandaş kendi hukukunu da koruması lazım. Xəstə öz haqlarını bilmək. Kendi öz hakkını da koruması. Biz Türkiye'de Sağlık Bakanlığı İletişim Merkezi SABİM 184 diye numara, 184 numaralı telefon bir hat kurmuşuz. Sağlık Bakanlığı'nın merkezinde 50'den fazla operatör çalışıyor. Yetişmiş arkadaşlarımız bunlar. 24 saat kesintisiz. Günde 2-3 bin tane telefon gelir buraya. Vatandaş büyük hastanenin kapısına gitmiş, o anda sıkıntı çekiyor ve işinin çözülmesini istiyor. Biz ona anında müdahale ediyoruz. Güzel bir ses. Buradan yetişmiş insanlar, orada da yetişmiş adamlarımız var. Onlarla hemen irtibata geçiyorlar. Ayrıca her hastanede hasta hakları birimleri kurduk. Bak şimdi siz söyleyince hatırlıyorum. Bunu özel hastanelerde de kurmamız lazım. Devlet hastanelerinin hepsinde var. Ve hasta hakları birimlerine gidip müracaat ediyorsunuz vatandaş olarak. Bunlar hastanenin giriş kısımlarında çok görünür bir yere koyuyoruz. Psikologlar, sosyal hizmet uzmanları, yetişmiş elemanlar var içinde. Bunlar da tabii vatandaşın bu hususta destekçisi durumundalar. Ayrıca Tabipler Birliği'miz var. Türk Tabipler Birliği diye kanunla kurulmuş bir kuruluş var. Meslek kuruluşu. Onlar da hatalı işlem yapanlar için onlar da ayrıca işlem tesis edebiliyorlar. Mesela belli bir müddet mesleği yapmaktan men edebiliyorlar. Ayrıca vatandaş bütün karşılaştığı işlemler için kendisine yanlış tıbbi bir şey yapıldığına inanıyorsa mahkemeye gitme hakkı var. Gördüyümüz kimi bu proqramda xəstə hüquq Geleceğinizi bize itibar edin. Medic Club. Gördüyümüz kimi bu proqramda xəstə hüquqlarına da çox böyük, önəmli bir yer verilib. Azərbaycanda necə? Söz yox ki, insanların narazı qaldığı tibb xidməti barədə Səhiyyə Nazirliyinə, Bakı şəhər Səhiyyə İdarəsinə, rayonlarda mərkəzi xəstəxanalara müraciət etmək hüququdur. Negativ hallarla əlaqədar dediyim kimi qurumlara da müraciət edə bilərlər. Əgər bir, belə deyək, korrupsiya halı müşahidə olunursa, onda hüquq mühafizə orqanlarına müraciət etmələri daha doğru olar. İldə nə qədər belə müraciət olunur? Məsəl üçün, Səhiyyə Nazirliyinə nə qədər, hüquq mühafizə orqanlarına nə qədər? Bax, keçən ildə elə bir müraciətlər olmuşdumu? Mən sizə deyim, biz araşdırmışıq arada, bu məsələləri araşdırmışıq. Konkret korrupsiya halı ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət etmirlər. İnsanlardan soruşanda söyləyirlər ki, həkimə belə pul verdik, belə etdik, ancaq rəsmi sürətdə müraciət etmirlər. Müraciət etsə belə biz inzibati tənbihdən başqa həkim bir şey də bilmirik. Bu, bir qədər də cinayət tərkibi var bu işlərdə. Əgər doğrudan da bunları incidirlərsə, ancaq bildiyim qədər məhkəmələrə, hüquq mühafizə orqanlarına müraciət halları da az deyil. Yəqin ki, insanlar öz hüquqlarını bilirlər.
Və doğrudan siz onu düz qeyd edirsiniz ki, əgər cəmiyyətdə bu sorğuları aparanda narazılıq bildirən insanlar çox, amma sonuçta rəsmi müraciətlər az. Bu da insanlarımızın bu problemlərə biraz səthi yanaşmasını göstərir. Yəni, əgər insanın hüququ pozulursa, o mütləq bu pozulma haqqında məlumat verir və şikayətini bildirir. Türkiyədə görürsünüz, həm onlar yaradılmış operatorlara da müraciət edə bilirlər, hüquq mühafizə orqanlarına da müraciət edə bilirlər. Azərbaycanda da eyni ilə müraciət etmək onun hüququdur. Onların o ağrısına, acısına cavab verməkdə bizim borcumuzdur. Hüquq mühafizə orqanlarının borcudur. Ancaq dediyim kimi neqativ hallar hələ də qalmaqdadır, olacaqdır. Yəni bugün Türkiyədə də bu neqativ hallar tam yığışmayıbdır. Türkiyənin bir neçə il əvvəl, elə deyək, bir 10 il əvvəlinə, 5 il əvvəlinə baxdıqda inkişaf doğrudan da göz qabağındadır. Bir 7-8 il əvvəl həkimlər bizim aldığımız qədər əmək haqqı alırdılar. Bizim həkimlərin aldığı qədər alırdılar. Düşünürük ki, bizə o qədər uzun müddət lazım olmayacaq. Ölkədə aparılan iqtisadi islahatlar, ölkənin iqtisadi imkanları imkan verəcək ki, çox qısa müddətdə biz bu boşluqlarımızı səhiyyə sahəsində də doldura bilək. Xəstə hüquqlarla da bağlı bugün dünyada ümumiyyətlə insan hüquqlarına çox böyük önəm verilir və tibb universitetlərinin kurikulumlarında xəstə hüquqlarına aid kurslar da, tədris kursları keçirilir. Xəstə hüquqları, həkim-xəstə münasibətləri necə tənzimləməlidir? Həkimin xəstənin qohumları ilə münasibətləri necə tənzimlənir? Burada böyük bir boşluq hiss olunur. Ona görə ki, tibb universitetində bugün bu bəlkə də deontologiya kursunda göstərilibsə də, amma müasir standartlara cavab vermir. Bax, bu istiqamətdə həm bizim həkimlərimizi, tələbələrimizi, onların bu istiqamətdə təhsilinin qaldırılmasının bir xeyir olardımı? Düşünürəm, olardı. Məsələn, bu yaxın günlərdə tibb universitetinin professorları, akademiklər tərəfindən yazılmış bəzi dərsliklərə mən fikir verdim. Konkret misal gətirirəm. Böyük Şağayev akademikin cərrahiyyə ilə əlaqədar yazdığı yeni dərsliyin birinci bölməsi cərrahiyyədə deontologiyanı əhatə edir. Yəni artıq dərsliklərə də deontologiyanın problemləri salınır. Xəstə həkim münasibətlərinə gəldikdə bu da müxtəlif ölkələrdə yanaşmalar müxtəlif cürdür. Əgər Avropanın bir sıra ölkələrində xəstənin üzünə birbaşa onun o verdiktini oxuyurlarsa, o ağır xəstəliyi haqqında məlumat verirlərsə, bizdə bilirsiniz bir qədər o etik normalar gözlənilir. Siz özünüz də həkimsiniz, bunu yaxşı bilirsiniz. Yəni yanaşmalar müxtəlifdir. Bəlkə bizim görkəmli akademiklərimiz də məhz bu boşluqları görərək onları bir çıxış yolu olaraq öz kitablarında onu əks etdirir. Amma bu ümumi qayda olaraq universitetlərin tədris kursuna daxil olmalıdır. Sizin fikriniz? Mən elə onu vurğuluyorum ki, bu tədris planlarına daxil olmalıdır. Yəqin ki, bunu eşidən sahənin adamları nəzərə alarlar. Biz də nəzarət edərik ki, bəli, bu deontoloji məsələlər də çox diqqət tələb edən məsələlərdir. Hər hansı bir təsir mexanizmləri işlənib hazırlanmalıdır. O cümlədən də Tibb Universitetinin müəllim pedaqoji heyəti tərəfindən. Çox maraqlı və məzmunlu söhbətə görə biz sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Mən də səhiyyənin problemlərini öz verilişinizdə daim işıqlandırdığınıza görə İctimai Televiziyanın rəhbərliyinə, sizin sağlam ol verilişinə təşəkkürümü bildirirəm və düşünürəm ki, gələcəkdə də səhiyyədə görülən işləri, səhiyyənin problemlərini hər zaman belə obyektiv işıqlandıracaqsınız. Çox sağ olun, minnətdarım. Əziz və hörmətli televiziya tamaşaçılar, bununla da bizim verilişimiz sona çatır. Xatırladım ki, Sağlam ol proqramının bugünkü qonağı Səhiyyə Nazirinin müavini Elsəvər Ağayevidir. Sağ olun, sağlam olun. Verilişin sponsorları Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu nəzdində IVF mərkəzi və Mediclub Tibb Mərkəzinin pediatri klinikasıdır.